Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'du. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslüman kardeş ve bacılarımız. Durduğum yer Merakeş'in Tenkirt kendidir. Aslında burada tek durmalı değildim. Üstadım Ramazan'la beraber oturmalıydım. Lakin o hal-hazırda kameranın arkasında olduğuna göre burada tek başıma otururam. Bugün size ömrü təxminən 1000 ilə yaxın olan bir mədrəsənin təqdimatını edəcəyim. Ramazan hocamla bərabər bu mədrəsəyə qısa müddətli bir əqidə risaləsi oxumaq üçün gəlmişdik. Və əlhamdülillah bir neçə gün öncə bu risaləni oxuyaraq bitirdik. Risaləni bu mədrəsənin ən böyük alimlərindən biri olan, eyni şəkildə yaşayan, əşari mühəqqqiq alimlərindən biri olan Şeyx Bərduni ilə xətm etdik. Sabah inşallah ölkəmizə geri qaydırıq və geri qayıtmadan öncə bu mədrəsə haqqında sizə qısa məlumat vermək istədik. Çünki bu mədrəsədə gördüyümüz şeyləri həyatımızda heç bir yerdə demək olar ki, görməmişdik. Mədrəsə iki hissədən ibarətdir. Bu hissələrə keçməmişdən öncə gördüyünüz kimi mədrəsə mənim arxamda yerləşir və bu mədrəsənin yeni binasıdır. Bu binanı əslən bu kənddən olan bir milyoner şəxs tikdirib, yəni şəxsi büdcəsinə görə. İnşallah bizim torpaqlarda da belə zəngin müsəlmanlar çıxaraq belə bir mədrəsələr tikərlər. Mədrəsənin adı Əl-Mədrəsətul Atiqə Tenkirt, yəni qədim Tenkirt mədrəsəsidir. Yəni Tenkirt bu kəndə nisbətlə bu mədrəsəyə verilmiş bir addır. Dediyim kimi bu mədrəsə yenidir və yeni tikilibdir. Mədrəsənin yemək, içmək işlərini Mərakeşin Vəqflər Nazirliyi öz üzərinə götürmüşdür. Vəqflər Nazirliyinin qarşılığı bizim ölkəmizdə dini qurumlardır. Mədrəsə dediyim kimi iki hissədən ibarətdir. İlk hissəsi hafizlikdir. Yəni tələbə ilk öncə bu mədrəsəyə daxil olaraq hafizliyini edir və gördüyünüz videoda da sizə təqdim olunacaq bu yerlərdə qalaraq və oxuyaraq hafizliyini tamamlayır. Yəni hafizliyi onlar əsasən lövhə üzərindən oxuyaraq edirlər. Yəni kitabdan hafizlik eləyən çox nadir tələbələr var. Daha sonra tələbə bu tədrisatı bitirdikdən sonra yeni binası olan şəri elmləri tədris edən böyük mədrəsəyə keçir. Və bu mədrəsədə tədris 3 mərhələdən ibarətdir. Yəni birinci mərhələ, ikinci mərhələ, üçüncü mərhələ. Yəni kiçiklər üçün, orta səviyyələr üçün və böyüklər üçün. Tələbə istədiyi dərsə istədiyi vaxt girə bilər. Yəni burada dərslər siniflərə bölünmür. Kimin səviyyəsi hansı haldadırsa, istədiyi dərsə girə bilər. Və tələbə bir kitabı bitirdikdən sonra mədrəsədən ayrılaraq istədiyi yerə gedə bilər və daha sonra yenə mədrəsəyə dönərək elmini tamamlaya bilər. Burada bu mədrəsədə hər hansı bir il yoxdur ki, tələbə bu il içində mədrəsəni bitirir və diplom alır. Kim istəsə bu mədrəsədə illərlə qalıb təhsilini davam etdirə bilər. Həqiqətən bu mədrəsədə böyük bir mənəviyyat var və buranı biz sizə belə anlatmaqla çox da təqdim edə bilmərik. Kim burada gözəl ab-u hava yaşamaq istəyirsə, gəlib mədrəsəni ziyarət edə bilər və burada möhtəşəm bir hal yaşaya bilər. Qısa olaraq mədrəsəni sizə bu şəkildə təqdim etmək istədik. Rəbbim bu mədrəsəyə bərəkət versin və buradan böyük alimlərin yetişməsini nəsib etsin. İnşallah bizim torpaqlarımızda da bu şəkildə qədim üsula bağlı mədrəsələr olar. Velhamdülillahi Rabbil alemin. Musalli